Hamıya salam. Yəqin ki, çoxunun soyuducusunda kərə yağının tortası və Novruzdan qalan şor qoğal içiliyi var. Onlardan istifadə edərək sobada ləzzətli çörək hazırlayaq. Əvvəlcə qaba un, duz, maya, bitki yağı və ilıq su əlavə edib xəmir yoğuraq. Xəmir 1 saat dincəldikdən sonra 4 kündəyə ayırıb kündələri bir-bir yayaq. Yaydığımız kündənin üzərinə yağın tortasını və şor qoğal içiliyini əlavə edib rulon formasında bükək. Qeyd edim ki, yağın tortasını ayrı ərilmiş yağla, şor qoğal içiliyini də ədviyyatlarla əvəz edə bilərsiniz. Rulon formasında bükdüyümüz xəmiri kündə şəklinə gətirək. Kündəmiz 15 dəqiqə dincəldikdən sonra un əlavə edib yayaq. Soba listinə yerləşdirib üzərinə yumurta çəkək. Çəngəllə deşiklər açıb çörək otu səpək və sobada bişirək. Hazırlayan hər kəsə nuş olsun.